Bakı şəhəri Səbail rayonu Min Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə kliniki tibbi mərkəzin təcili və təxirə salınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin qida zəhərlənməsi qarpız səbəbindən vəfat etməsi ilə bağlı yayılmış xəbərlər təsdiqini tapmayıb. Bu haqda Turkistan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd edilib ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Bir daha qeyd edir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər. Təbibdən sorğumuza cavab olaraq qeyd edilib ki, iyunun 7-də 20 yaşlı şəxs qadın cinsli qıcolma vəziyyətində kliniki tibbi mərkəzin təcili və təxirə salınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.